Azərbaycanda pullu insanlara qarşı paxıllıq var. Bunu deputat Razi Nurullayev deyib. Hörmətli deputat müəllim, bu varlı insanlara, pullu insanlara qarşı kimdir paxıllıq edən? Kasıb adamlar. İndi siz pullusuz, biz kasıbıq, sizə paxıllığımız mı tutur? Bunu mu demək istəyirsiniz? Xeyr, deputat müəllim, narahat olmayın, kasıbların sizə paxıllığı tutmur. Sadəcə kasıblar onu tələb edirlər ki, nə üçün siz ayda 9.000 manat maaş alırsınız, amma hər gün mağazada 10 saat, 12 saat ayaq üstə duran satıcı 350-400 manat maaş alır. Bax, kasıblar bunu istəyir. Bu sualın cavabını bilmək istəyirlər. Yoxsa narahat olmayın, heç kəsin sizin maaşınızda gözü yoxdur. Sadəcə hər kəs sizin kimi yaşamaq istəyir. Niyə də yaşamasınlar ki? Yağ, bal ancaq deputatlar, deputat balaları üçündür. Hər kəs övladını yaxşı böyütmək istəyir. Baxın, yay tətilidir. İnsanların pulu yoxdur ki, tətilə çıxsınlar. Nəinki tətilə çıxsınlar? Hər kəs kredit bataqlığında boğulur. Xəbəriniz varmı? Və bu cür açıqlama vermək bir deputata heç yaraşmır. Heç. Məsələn, biz bir deputata belə bir açıqlamanı yaraşdırmırıq. Sizcə siz ayda 9.000 manatı əməyinizlə, zəhmətinizlə mi qazanırsınız? Məsələn, bir ay bu xalqa 9.000 manatlıq hansı xidməti göstərirsiniz? Bu sual tək sizə aid deyil, bütün deputatlara aiddir. Məsələn, deputatlar bir ay ərzində hansı 9.000 manatlıq xidməti göstərirlər? Biz də bilək, baxaq. Hansı ciddi müzakirələri aparırsınız? Nə zaman parlamentdə işçilərin əmək istismarına uğradığını deyəcəksiniz? Bilirsiniz də mağaza və marketdə vəziyyəti. Əmək müfəttişləri də bu məsələyə baxmır, siz də baxmırsınız. Bir dəfə məsələ qaldırın parlamentdə, deyək ki, aldığınız 9.000 manat sizin halalınız olsun. Bir dəfə danışın, deyin nə üçün mağaza və marketlərdə insanlar 10 saat, 12 saat ayaq üstə işləməlidir. Baxın, bir dəfə bu önəmli məsələni qaldırın. Məsələ qaldırın ki, nə üçün banklar çox böyük faizlə pul verirlər. Niyə? Bu məsələni qaldırın. Qaldırın da, bax, bu iki məsələni qaldırın. Biz də deyək ki, hə, deputatlar həqiqətən bizi düşünür.